أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم. Salam, əziz və dəyərli Quran tələbələri. Biz sizinlə hərəkələr haqqında öyrəndik. İndi isə hərəkələrin qarışıq formasında olan tapşırığa baxaq və buradan daha da yaxşı öyrənməyimiz üçün istifadə edək. Birinci, əminə, əminə. Buşira, buşira. Tubiə, tubiə. Təqulə, təqulə. Ruciə, ruciə. Husibə, husibə. Burada ra qalın hərfdir. Ruciə, ruciə. Ayn hərfi boğaz hərfidir. Ruciə. Husibə, husibə. Xuliqo, xuliqo. Duxilə, duxilə. Burada xu qalın hərfdir. Ləm incə. Xuliqo. Qa hərfi isə qalın hərfdir. Xuliqo. Duxilə, duxilə. Kuzibə, kuzibə. Baxın, pərtə zəl hərfi. Kuzibə, kuzibə. Nuzilə. İkinci sözdə isə z hərfi bizim Azərbaycan zısıdır. Nuzilə, nuzilə. Əzizlər, yaxşı öyrənə bilməyiniz üçün bu verdiyim sözləri, tapşırıqları 10 dəfəcən təkrar edin. Hər bir sözü 10 dəfə təkrar edin və daha da yaxşı öyrənə biləsiniz. Kuzibə, nuzilə. Umiro, umiro, umiro. Huşira, huşira. Hər bir sözləri 10 dəfə təkrar edin. Umiro, umiro. Huşira, huşira. Təsifu. Tə incə hərf, sa qalın hərfdir. Suy. Təsifu, təsifu. Daufə, daufə. Da hərfi qalın hərfdir. Ayn hərfi o hərfin verir burada. Fə incə hərf. Daufə, daufə. Bütün sözləri 10 dəfə təkrar etsəz, daha da yaxşı öyrənə bilərsiniz. Tudidə, tudidə. Ta qalın hərf. Ra burada incə işlənir. Cidə. Tudidə, tudidə. Həfizo, həfizo. Burada zo hərfi qalın hərfdir. Hə boğaz hərfi, fə isə incə hərfdir. Həfizo,
Hafizu. Za hərfi həm də burada pəltə hərfdir, həm də qalın hərfdir. Gulibə. Gulibə. Yəhəbu. Yəhəbu. Qa hərfi qalındır. Lə incə, bə də incə. Gulibə. Yə incə, hə incə, bə hərfi də incə. Yəhəbu. Yəhəbu. Ulidə. Ulidə. Ru'ibə. Ru'ibə. Vav hərfi dodaq hərfidir. Ləm incə, də incə. Ulidə. Ra hərfi burada qalın işlənir. Ru'ibə. Ayn hərfi boğaz hərfi, bə hərfi incə hərf. Ru'ibə. Ulidə. Ru'ibə. Kutibə. Kutibə. Qutilə. Qutilə. Yuxarıda kəf incə hərf, tə incə hərf, bə incə hərf. Kutilə. Sonra qaf hərfi qalın, tə incə, lə incə. Baxın, qutilə. Qalınlığı da incəliyi də saxlamalıyıq. Qutilə. Sağ olun, əziz və dəyərli Quran tələbələri. Dərsimiz bura qədər. Bacardığınız qədər çox təkrar edin. Daha da yaxşı öyrənə biləsiniz deyənə. Sağ olun, gələn dərslərə qədər. Həmişə Allahın nəzərində olasınız. Bizə tək Allah yetər. Allahın ismi ayələrini bilmək üçün dərsi axıra qədər öyrənək.